عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين سيما الحجة بقية الله في الأرضين ولعن على أعدائهم أجمعين إلى قيام يوم الدين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allah Taala'nın salamı, rəhməti, bərəkəti həm cümə günündə, həm bu mübarək Rəcəb ayında sizlərin üzərinə olsun. Allah Taala öz fəzilət, bu ayda olan fəzilətləri inşallah ki, bizlərə də şamil eləsin. Allah Taala bu ayın xeyrindən, bərəkətindən inşallah bizləri binəsib eləməsin. Keçən dəfəki xütbə, ondan əvvəldəki xütbə ilə Rəcəb ayı haqqında oldu və dedik ki, Rəcəb ayı digər Şaban ayı və Ramazan ayı, bu üç aylar, xüsusən də Rəcəb və Şaban ayı hər biri Allah Taala tərəfindən göndərilib ki, qərar verilib ki, Ramazan ayına müqəddimə olsun. Ramazan ayına müqəddimə olsun. Ramazan ayı dedik ki, insan Ramazan ayına pak girməlidir, təmiz girməlidir və Rəcəb və digər aylarda da Allah Taala bizə bunun üçün, belə deyək, fürsət verir. Quran-ı Kərimdə Furqan surəsi var, onun bir ayəsi var. Allah Taala Peyğəmbərə xitab eləyir, buyurur ki, Ya Rəsulallah, ey mənim Rəsulum, de, əgər sizin dualarınız olmasa, Rəbbim yanında dəyər və qiymətiniz olmaz. Sizə nazil olan kitabı və göndərilən Peyğəmbəri təksib elədiniz. Buna görə də bu təksibinizə görə, bu təksib əməlləriniz üçün tezliklə sizin üçün ayrılmaz və daimi bir əzab olacaqdır. Məlumdur ki, Allah Taala dua üçün bir əcr, savab təyin eləyib. Kim dua edirsə, deməli, Allahla münacət eləyir və onunla danışır. Dua insanların Allahla ümumiyyətlə danışığıdır. Rəcəb ayı həm də dua ayıdır. Bu ayda gərək İslam böyükləri, Peyğəmbər, imamlar buyurub ki, çoxlu dua eləməlisiniz, çoxlu istiğfar eləməlisiniz. Keçən cümə dedik, yaxşı olar ki, insan harada olursa olsun, desin ki, gündəlik olaraq Rəcəb ayı bitənə qədər Əstəğfirullahə və əshaluhut tövbə. İlahi, mən sənə qaydıram və istəyirəm ki, sən də mənə tərəf qaydasan. Mən tövbə eləyirəm. Və duadır. Rəcəb ayda dua idi. Ona görə də insan əgər dua eləyirsə, dua eləməyin mənası budur ki, yəni Allahla danışır. Əlbəttə, bu danışıq və söhbətlər qarşılıqlıdır. Allah da insanla söhbət eləyir. Allah da insanla başlayır danışmağa. Məsəl üçün, Quran Allahın insanla etdiyi söhbətdir. Dua isə insanın Allahla, onunla danışması deməkdir. Bəzi dualar var ki, həmin o dualara məsur dualar deyirlər, məsur dualar. Məsəl üçün, Kümeyl duasıdır, məsumlardan gəlib bizə. O sırf, məsəl üçün, Məfatihdə, digər dua kitablarında öz yerini tapıb. Məsur dualar var, məsəl üçün, Kümeyl duası, Nüdbə duası, Əbu Həmzə Somali duası. Bu duaları məsumlar bizə öyrədiblər.
Bir də bundan əlavə insanların, belə deyək, Allahdan dilədiyi istəklər var, dualar var. Bu da bir növ duadır. Bütün bunların hamısının özünə məxsus dərəcəsi, əcri və savabı var. Dua barədə ikinci məsələ nədir? Dua barədə ikinci məsələ bundan ibarətdir ki, Allah insanın etdiyi hər bir duanı eşidir və qəbul edir. Dua barəsində ikinci məsələ bundan ibarətdir. İnsan barəsində, insan nə dua eləsə, Allah onu eşidir və qəbul edir. Qəbul etmək də belədir ki, duaların bəzisi tez qəbul olunur, bəzisi gec qəbul olunur, bəzisini isə Allah Teala sonraya saxlayır. Çünki insan üçün nəyin məsləhətli olduğunu o daha yaxşı bilir. Bu məsələ bundan ibarətdir. Üçüncü və daha mühüm olan məsələlərdən biri də budur ki, hər bir dua istər məsur dualar olsun, istər insanın Allahdan dilədiyi, yəni məsumlar tərəfindən öyrədilmiş dua olsun, istər də ki, insan elə özü üçün dua edir. Məsələn, biz gəlirik məsciddə, dua edirik, Allahdan müəyyən istəklər istəyirik. Hər iki dua, əgər hər iki duada insan dili ilə istədiyini qəlbi ilə təsdiq eləsə, bu dua həmin şəxsə mənəviyyət və nuraniyyət bəxş eləyəcək. Elə bir ki, biz götürmüşük, dua eləyirik. Dua, istər, məsələn, təvəssül duası oxuyuruq, məsumlardan gəlir də düz. Orada təvəssül eləyirik məsumlara. Deyir, əgər dilinlə dediyin, qəlbin təsdiq eləsə, dilinlə dediyi, həmin o duanın atifəsi, mənəviyyatı, ruhu, belə nuraniyyəti səni tutacaq. Sən başlayacaqsan nuraniləşməyə. Və yaxud da özün dua eləyirsən. İlahi, filan və o dua eləyəndə hiss eləyəsən. Çünki insanda belə bir qəribə hiss olur. Çünki insan dua eləyəndə izzət tapdığını hiss eləyir. Bilmirəm, başınıza gəlib yoxsa yox. Məsəl üçün, bir yaxşı misal çəkirlər. Deyir ki, insan birindən borc istəyəndə insana zillət hissi gəlir. Utana, çəkinə. Deyir ki, mənə məsəl üçün də filan qədər borc verə bilərsən. Amma yeganə Allahdır ki, Allahdan istəyəndə insan zillət hissi keçirmir, izzət hissi keçirdir. İnsana bir aramlıq gəlir, insan bir izzət tapır. Deyir, dua etməyin əcri və insanın istəklərinə nail olması öz yerində. Amma insanın Allaha yalvara, Allahdan dönə istəməsi, dua eləməsi, hacətlərini istəməsi həm də onda mənəviyyət və nuraniyyət yaradır. Deyir, belə olanda insan deyir, nurun içərisində qərq olur və nuraniyyət tapdığını artıq hiss eləməyə başlayır. Dua edilən hal insana bir şərafət bəxş eləyir və insan hiss edir ki, bu mənəvi bağlılıq, bu mənəvi rabitə və bu nuraniyyət ona bir şərafət bəxş eləyir. İnsan keçmişdə etdiyi, məsəl üçün, pis əməllərinə görə öz-özlüyündə xəcalət çəkirsə, utanırsa və hətta buna görə tər tökürsə, deməli, həmin şəxsdə yavaş-yavaş nuraniyyət hissi oyanmaq üzərindədir. Belə olanda insan Allahdan başqasından bir şey istəməkdə zillət hissi olmur onda. Allahdan istəyir, Allahdan istəyəndə izzət hissi bəxş olunur ona. Başqasından nəsə istəyəndə insan çəkinə olur, bir yağ dediyimiz məsələ. Nəticə nədir? Nəticə bundan ibarətdir ki, dua həm tələbdir. Diqqət edin bu sözə. Dua həm tələbdir. Tələb yəni istəmək. Tələbə, talib, istəyən, tələb eləyən. Dua həm tələbdir, yəni istəməkdir, həm də mətlubdur, həm də istəniləndir. Belə bir söz deyirlər. Deyir, dua həm tələbdir, dua həm istəməkdir, həm də ki, nədir? Mətlubdur. Mətlub nədir? Yəni, həm də istəniləndir. İstəmək və istənilən. Biri var ki, insan bir şeyi istəyir və istədiyini də alır. Amma dua isə özü həm tələbdir, həm də mətlubdur. Duada hər ikisi mövcuddur. Dua həm vəsilədir və həm də nəticədir.
belə deyək. Dua həm bir vasitədir, həm də ki, o vasitədən sonra nədir? Nəticədir. Yəni, mətlubuna çatdı, yəni istədiyinə getdisə, istənilən bir şeydir. Yəni, nəticə. Duada ikisi də var. Həm, belə deyək, vasitə var, həm də nəticə var. Başqa nəsnələrdə, başqa bir şeylərdə, ibadətlərdə bu yoxdur. Yeganə duadır ki, dua həm müqəddimədir, həm də nəticədir. Müqəddimə nəticəyə yetişmək üçün bir vasitədir. Duada bunların hər ikisi mövcuddur. Bunu konkretləşdirsək, bir sözlə desək, duanın özü də bir növ nədir? İbadətdir. Dua eləyəndə insana nə veriləcəyini, nələrin belə hasil olacağını, nə qədər savab qazanılacağını bir kənara qoysaq, onları bir kənara qoysaq, dua eləyərkən, insan dua eləyərkən ibadət halında olur. Yəni, hansı əcrlər veriləcək, nələr veriləcək, istədiyi veriləcək, filan. Bunlar öz yerində. Amma dua eləmək özü bir neymətdir. Dua eləmək özü bir ibadətdir. Yəni, onun nəticəsində, dua eləməyin nəticəsində nəticələrinlə yanaşı duanın özü bir ibadətdir. Gəlir bir gün biri Həzrət İmam Sadiq əleyhissalamdan soruşur, hədisdir bu. Deyir ki, 2 nəfər məscidə daxil olur, onlardan biri namaz qılır, biri isə dua eləyir. Allaha dua eləyir. O sual verir ki, sual verən, bu əməllərdən hansı fəzilətlidir? Namaz qılmaq, yoxsa dua eləmək? Deyir, sual verən şəxsə Həzrət deyir, xülasələşdirib bir dənə cavab verir. Buyurur ki, hər ikisi gözəldir. Deyir, sual verən baxır, deyir ki, bu cavaba qane olmur. Deyir ki, mən bunların yaxşı əməl olduğunu bilirəm, yəbnə Rəsulillah. Lakin bunlardan hansı daha fəzilətlidir, onu bilmək istəyirəm. Deyir, Həzrət buyurur ki, hansının əməlində duası daha çoxdur, o fəzilətlidir. Hansının əməlində duası daha çoxdur, o fəzilətlidir. Allah Taala'nın deyir, kəlamını eşitmisən, deyir ki, hansını, deyir, bilmirsən, Allah Quran-ı Kərimdə buyurur ki, məni çağırın ki, mən də duanızı qəbul edeyim, ud'uni əstəcib ləkum. Çağırın məni, mən də duanızı müstəcab edeyim. Sonra buyurur ki, əlbəttə, mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə cəhənnəmə daxil olacaqlar. Quran-ı Kərimin ayəsidir. Sonra deyir, imam buyurdu ki, dua çox böyük ibadətdir. Dua çox böyük ibadətdir. Yəni, dua həm insanın istədiklərinə, istəklərinə müqəddimədir, həm də özü də bir ibadətdir. İnsan bununla istədiyini almaqla yanaşı, etdiyi dua onun üçün ibadət yazılır. Buna görə də dua həm tələbdir, həm də mətlubdur. Həzrət Peyğəmbərdən bir hədis var. Həzrət buyurur ki, 2 nəfər cənnətə daxil olur. Dünyada onların hər ikisinin əməlləri eyni idi. Yəni, bu neynəmişdirsə, o da həmin işləri görmüşdür. Bu da ibadət əhli idi, o da ibadət əhli idi. Hər ikisi eyni idi. Hər ikisinin namazı və orucları, belə deyək, düz olmuşdu, səhih olmuşdu. Biri görür ki, dostu ondan yuxarı dərəcədə yer tutub cənnətdə. Dünyaların dəyişimlə cənnətə daxil olublar. Dostu görür ki, bununla 2 nəfərdən biri daha çox yüksəkdə yer tutub. Buna görə sual edir. Deyir ki, ey mənim Rəbbim, bizim əməlimiz eyni olduğu halda, niyə görə onun dərəcəsi məndən üstündür? Biz eyniyik. Namazımız, orucumuz, ibadətimiz, amma o məndən üstün dərəcədədir. Allah Teala deyir, bu cür cavab verər. Deyir, o məndən çox istəyirdi. O məndən çox istəyirdi. Sən isə məndən heç nə istəmirdin. O məndən çox istəyirdi. O çox yalvarırdı. O çox dua eləyirdi. Lakin sənin duaların ondan az idi. Düzdür, namazın, orucun onunla bərabər idi, eyni idi, 200-də daxil olmuşsunuz. Sənin ondan bir pillə aşağıda olmağının səbəbi ondan ibarətdir ki, o yalvara istəyirdi. O məndən çox istəyirdi. Onun duaları daha çox idi səndən.
İkinci nədir? İkinci mətləb bundan ibarətdir ki, duanın şərtləri var. Bəli, duanın bir neçə şərti var. İnşallah, indiki xütbədə 2 dənə, ikinci xütbədə də duanın şərtlərindən bir üçün deyəcəyik. İnşallah, belə deyək, tamamlanacaq ondan da. Təbiidir ki, hər bir dua edən, məsəl üçün, Kumeyl duasını oxuyur. Oxuyan hər bir kəs Həzrət Əli əleyhissalam kimi ola bilməyəcək. Kumeyl duası həmin duadır. Amma o demək deyil ki, bu duanı oxuyan Kumeyl ya da Həzrət Əli əleyhissalamın özü kimi olacaq. Orada o mənəviyyatlara görə dəyişikliklər olur, insana görə dəyişikliklər olur. Çünki duanın şərtləri var. O duanın şərtlərində onlara diqqət eləmək lazımdır. Həmin şərtlər əsasında dualar, belə deyək, istənməlidir, oxunmalıdır. Birinci şərt nədir? Birinci şərt deyir ki, Allahı dərk eləməkdir. Dua eləyərkən insanın Allahı dərk eləməyinə baxır. Yəni, bu insan Allahı nə qədər tanıyır? Bunun Allaha olan mərifəti, Allahı tanımağı nə qədərdir? Yəni, dua eləyəndə, duanın qarşılığını verəndə Allah Teala baxır ki, sən onu nə qədər tanıyırsan. Dua etməyin əsas və mühüm şərtlərindən birincisi budur ki, insan əzəmətli Allahı dərk eləyə bilsin, onu tanısın. Yəni, Allahı tanısın, dərk eləsin. Hər kimin Allaha dərki nə qədər olsa, duasının qiyməti də bu o qədərdir. Bir gün deyir, Həzrət Əli əleyhissalama sual verirlər, deyirlər ki, ya Əli, yenicə dünyaya gəlmiş uşaq, təzə dünyaya gəlib. Yenicə dünyaya gəlmiş uşaq dünyasını dəyişdiyi kimi sən də uşaqlığında dünyadan getmək istəyərdin. Sual verirlər ki, bilirsiniz də yenicə dünyaya gəlmiş uşaq dünyasını dəyişdirsə ona cənnət quşu deyərlər də, cənnətli idi. Həzrətə sual verirlər ki, bir uşaq dünyaya təzə gəlir və dünyasını dəyişib. Sən də istəyərdin ki, o uşaq kimi dünyanı uşaqlığında dəyişəsən. Deyir, Həzrət buyur ki, xeyr. Mən onu istəməzdim. Niyə? Deyir ki, mən yaşayıb və məni yaradanı tanımaq istəyərdim. Mən yaşayıb, məni yaradanı tanımaq istəyərdim. Mən onu tanımamış ölmək istəməzdim. Mən onu tanımamış cənnət quşu olmaq istəmirəm. Mən istəyirəm ki, bilim, tanıyım. Bilim ki, mənim Rəbbim kimdir? Mənim Rəbbim hansı rəhmətə sahibdir, əzəmətə sahibdir, qüdrətə sahibdir? Mən onu tanıyıb və onun izni ilə cənnətə daxil olmaq istəyirəm. Bu sözü hamımız deyə bilərik. Amma bu sözümüzün nə qədər doğru olub olmaması, belə deyək, sual altındadır. Bu sözü sədaqət hissi ilə, sədaqətlə Həzrət Əleyhisselam kimi şəxsiyyətlər deyə bilərdi. Odur ki, insan dua eləyərkən ilk növbədə dua etdiyi, çağırdığı və qarşısında dayandığı kəsi tanımalıdır. Bilməlidir kimdən nə istəyir. Elə bir ki, birinin qapısına getmirsən, yaxşı sözdür də, belə deyək, vəzifə cəhətindən səndən üstündür. Vəzifə cəhətindən imkanları geniş olan bir şəxsdir. Gedmirsən birinin qapısına, məsəl üçün, onun qəbuluna düşəndə daha durub ondan gündəlik yeməyə göyərti zat istəməyəcəksən ki, başqa bir şey istəyəcəksən. Deyir, ona görə də insan bilməlidir ki, istədiyi adamın, istədiyi şəxsin daha doğrusu şəni nə qədərdirsə, onu dərk eləməlidir. Bilməlidir ki, onun istəkləri də ona uyğun olsun. Deyir, bir dəstə adam İmam Sadiqin hüzuruna gəldi, sual elədilər ki, etdiyimiz dualar nə üçün qəbul olunmur? Deyir, Həzrət buyurdu ki, çünki çağırdığınız kəsi tanımırsınız. Bilmirsiniz kimi çağırırsınız. Tanımırsınız, mərifətiniz yoxdur. Dualarımız bilirsiniz niyə görə qəbul olunmur? Çünki çağırdığınız şəxsi bilmirsiniz kimdir. Ona görə. Həzrət Əleyhisselamdan hədis var, Həzrət buyurur ki, ibadət etdiyiniz kəsin mərifətini qəlbinizə yerləşdirin. Allaha ki, ibadət edirsiniz, həmin o Allahın mərifətini qəlbinizə yerləşdirin. Bu mərifətlə, bu tanımaqla etdiyiniz ibadətlərin hamısının səcdələr, rükular
oruç tutmaqlar, təvaf etməklər, minada qalmaq, Ərəfatda vüquf etmək, mallı zinən olan ibadətlər, xüms, ehsan və s. və ilaxır. Bunların hamısının deyir, faydasını görəcəksiniz. Yetər ki, ibadət etdiyiniz şəxsin mərifətini qəlbinizdə yerləşdirə bilər. Onu tanıyasınız. Onu tanımasınız, bu etdiklərinizin heç birinin dəyər və qiyməti olmayacaq. İstəyirsiniz ki, dəyər və qiymət tapsın elədikləriniz, istəyirsən ki, 2 rükət qıldığın namaz dəyər tapsın, istəyirsən ki, 2 rükət şam namazın, belə deyək, 3 rükətin, zöhrün, əsrün, cümə namazın, bir dənə səcdün, bir dənə istiğfarın, əstəğfirullah Rabbi və ətubu iley deməyin, əstəğfirullah Rabbi və ətubu iley deyəndə naümid olma ki, deyirəm də zikr olsun deyirəm, onsuz da bilirəm ki, məsələn, bağışlamayacaqsan, nəuzubillah. Güvənsin, tanısın, bilsin ki, bəli, bu Allahdır ki, ona qüdrəti çatır, onda deyir, qiymət tapacaqsan. Onda deyir, qiymət tapacaqsan. Həzrəti Əleyhisselamın sözüdür. Həzrəti Peyğəmbər bu barədə bir dənə fikirdən deyir. Həmin o tanımağın mənası açıqlanır. Bir dənə cümlə mərifətin nə olduğunu bizə öyrədir. Buyurur ki, Qalallah Azza və Cəllə mən səələni və huvə ya'ləmu ənni ədurru və ənfəus təcəbtu ləhu. Allah-u Teala deyib buyurmuşdur. Məni çağıran fayda və zərərinin yalnız mənim əlimdə olduğunu bilən hər bir şəxsin dualarını qəbul eləyərəm. Məni çağıran və bilə ki, çağırdığı şəxsi tanıya bilə ki, bütün fayda və zərərlər mənim əlimdədir. Bunu bilə. Həmin o şəxsin dualarını mən qəbul eləyərəm. İnsan bilməlidir, kimliyindən asılı olmayaraq ki, hər bir kəs Allaha möhtacdır. Möhtac olmayan yalnız və yalnız odur. Heç kimə və heç nəyə möhtac deyil. Gündəlik namazda Qul-Huvallah surəsində oxuyuruq. Hər şey onun ixtiyarındadır. İnsan bilməlidir ki, onun həyatı, ölümü, diriliyi, gələcəyi yalnız onun əlindədir, Allahın əlindədir. Əgər insan ona qoşulsa, onda bu həyatdan bir nəticə əldə eləyəcək. Ona qoşulsa, nəticə eləyəcək. İkinci şərt nədir duanın qəbulü üçün? Ümumiyyətlə, duada bir əməldir. İkinci şərt əməldir. Dua etməyin əsas şərtlərindən ikincisi, insan öz mərifətini əməli ilə sübut eləməlidir. Tanıyırsan, dərk elədin, dərk eləyəndən sonra əməlinlə göstərməlisən onu. İlahi, yeri, göyü sən yaratmısan. Ağaclar qışda ölmüş idi, indi qışda ağaclar solur, gedir, yarpağı tökülür. Ağaclar qışda ölmüş idi, yayda isə yenidən sən onlara həyat verdin. Meşələri, dəryaları, hər bir şeyi sən xəlq eləmisən. İnsan bunları bilir, lakin əməli ilə mərifətini sübut eləmir. Bunları biləndən sonra insanın əməllərində də müəyyən bir fərq olmalıdır. İnsan hər bir şeyin Allahın ixtiyarında olduğunu biləndən sonra gərək ibadəti də layiqincə yerinə yetirsin. Bu barədə Allah Teala bir dənə surə ayəsində buyurur. Buyurur ki, "Va'afu bi ahdi ufi bi ahdikum." Mənim əhd peymanıma vəfa eləyin, mən də sizin əhd peymanınıza vəfa eləyim. Gözəl sözdür. Siz mənə deyir, söz vermişsiniz. Ay insanlar, siz mənə söz vermişsiniz. Mən də sizə bir söz vermişəm. Siz mənə söz vermişsiniz ki, mənə ibadət eləyəcəksiniz. Mən də sizə söz vermişəm ki, siz hər nə istəsiniz, mən onu sizə verəcəyəm. Siz öz əhdinizə əməl eləyin, mən də öz əhdimə əməl eləyim. Siz öz əhdinizə əməl eləyin, mən də öz əhdimə əməl eləyim. Həzrət İmam Sadiq əleyhissalamdan soruşdular, Allah Teala məni çağırın, mən də dualarınızı qəbul edim. Bunu deyir ha.
Nə üçün dualarımız qəbul olunmur? Allah Teala buyurdu, deyir ki, bunu deyir. Ud'uni əstəcib ləkum. Çağırın məni, mən də qəbul eləyim, müstəcab eləyim. Niyə görə bəs dualarımız qəbul olunmur? Həzrət buyurur ki, çünki siz Allahla olan əhd-i peymana vəfa eləmirsiniz. Halbuki Allah Teala deyir, özü buyurub, mənim əhd-i peymanıma vəfa edin, mən də sizin əhd-i peymanınıza vəfa eləyim. Deyir, and olsun Allaha, siz Allahın əhdinə vəfa etsəydiniz, o da sizin əhdinizə vəfa eləyəcəkdir. O da sizə verdiyi əhdə vəfa eləyəcəkdir. Yəni, dualarımızın qəbul olmamasının səbəbi əhd-i peymanınıza vəfa eləməməyimizdir. Eləmirsiniz deyənə Allah da öz əhdinə vəfa eləmir. Nəuzubillah, Allah vəfasız deyil. Allah tutduğu qarşılıqlıdır. Siz mənə bir dənə söz vermişsiniz, mən də sizə bir söz vermişəm. Siz o verdiyiniz sözü yerinə yetirsiniz, qeydsiz və şərtsiz. Deyir, mən sizdən çox bir söz istəmirəm. Keçən dəfə xütbədə dedik. Dedi ki, Allah aza razı olan Allahdır. Allah bizi kimi deyil. Allah bizi kimi, biz bəzən özümüzü, öz yaxınımızdan, öz ailəmizdən, nə bilim, övladımızdan, həyat yoldaşımızdan, dostumuzdan, qohumumuzdan, əqrabamızdan bəzən elə şeylər istəyirik ki, onları elədikcə də biz razı qalmırıq, daha çoxunu istəməyə başlayırıq. Çünki insanın xislətində belə bir şeylər var. Amma Allah aza razı olan Allahdır. Allah deyir ki, bir dənə hərəkət elə, bir dənə addım at, mən ona razı qalacam səndən. Yetər ki, bir dənə qığılcım baş versin orada. Ona mən razı qalacam səndən. Bir dənə bu yetər mənə. Allaha and verə izzət və cəlali xatirinə Allah Teala bu duanın şərtlərini əməl etməkdə bizlərə yar və yardımcı olsun. Təbii ki, bu şərtləri əməl etməkdən sonra Allahın özünün xüsusi nüsrəti və köməyi lazımdır. Allah Teala o xüsusi nüsrəti, köməyi bizlərə inşallah ki, nazil eləsin, şamil eləsin. İlahi, amin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali peyğəmbərə salavat zikr eləyək. Və salli ala Bədvaris o bivarislər dünyasını dəyişmiş, alimlər, abidlər, şəhid və siddiqlər, ruhları şad, salavat zikr eləyək. Salli ala Muhammed və ali Muhammed. Xəstələr var, mərizlər var, məxsusən nəzərdə olan xəstə və mərizlər tezliklə şifa-i acil mərhəmət tapmasından ötəri Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Salli ala Muhammed və ali Muhammed və əccil. Məscid mənbər inşa eləyənlər, məxsusən bu məscidi mənbər inşa eləyib haqq dünyasında olanlar var. İstirahət ruhları haqqında salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nüfusina bil Qasimi Mustafa Muhammed. Salli ala Muhammed ve Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatime'tiz Zahra. وعلى حسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلى على محمد وآل محمد وعجل فرجه. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات. Usikum və nəfsi bitəqvəllah. Sizi və özümü ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Duanın şərtlərindən danışdıq. Dedik ki, Rəcəb ayı özü dua ayıdır və dua eləməkdən ötürü duanın şərtləri var. İkisini saydıq, dedik, üçünü də inşallah ki, ikinci xütbədə deyəcəyik. Bir dedik ki, birinci şərt budur ki, Allahı dərk eləmək. İkinci, əməl
olunması əməl. Üçüncü isə əsas şərtlərdən biri də insan gərək ürəkdən və diqqətlə dua eləsin. Ürəkdən istəmək, ürəkdən dua eləmək. Günlərin bir günü bir nəfər deyir, İslam Peyğəmbərinin yanına gəlir, deyir ki, ya Rəsulallah, ismi əzəm nədir? Deyir, həmin o adam eşitmişdi ki, dua eləyən zaman ismi əzəmi deyəndə dualar qəbul olur. Yəni, Allahın o adları ki var, onları deyəndə duanın ümumiyyətlə ədəb qaydası var da. Buna toxunum, sonra gələk buna. Deyir ki, dua eləyəndə insan gərək özünü ehtiyaclı bilsin. Ehtiyaclı ki, möhtacdır. Sonra dua eləyəndə insan gərək Allahı başlasın o adlarla tərif eləməyə. İlahi, sən rəhmansan, sən rəhimsən, sən məğfirət sahibisən, sən bağışlayansan, sən qüdrət sahibisən, sən qəhharsan, sən təksən, bir-bir, sən paksan, sən münəzzəhsən, hər bir pisliklərdən paksan. Belə Allahı o adları var, sən Zülcəlali vəl ikramsan. Bu cür Allahı tərif eləyəsən, Allahı adların deyəsən. Sonra insan başlaya özünü Allahın qarşısında ehtiyaclı və heç olduğunu bildirməyə. İlahi, məni yaradan sənsən, mənə can verən sənsən, mənə ruh verən sənsən, mən heç kiməm, mənim əvvəlim üzr istəyirəm, nütfədir, sonum isə qarışıb torpaq olacaq. Mən zəifəm, mən əlacsızam, mən sənə möhtacam, mən möhtac sahibiyəm. Bu cür Allah Teala insandan istəyir. Sonra Allah'a and vermək lazımdır. Peyğəmbərə, əhl-i beytə, digər peyğəmbərlərə. İlahi, sən and verirəm Həzrəti İslam Peyğəmbərin haqqına, əhl-i beytin haqqına. Peyğəmbərin üçün, əhl-i beyti üçün salavat zikr eləməlidir. Duanın əvvəlində, ortasında, axırında. Bu duanın ədəb qaydalarıdır və qəbul olunmağına da Allah Teala bu ədəb qaydaları Allah qarşısında ədəb ki göstərirsən, zəmin yaradır ki, duun qəbul olunsun. Hər bir şeyin bir ədəb qaydası var da, düz. Məsəl üçün, biri bir yerə daxil olur, universitetə, məktəbə, məscidə fərqi yoxdur. Hər bir şeyin bir ədəb qaydaları var. O ədəb qaydalarına nə etmək lazımdır? Riayət eləmək lazımdır. Məsəl üçün, cümə namazının özünün bir dənə ədəb qaydası var. Oturanda üzü qibliyə oturun, gözəl şəkildə oturun. Məscidə daxil olanda telefonların səsini alın, ondan sonra danışmayın. Çünki bayırda, bacaqda onsuz da danışırıq bir-birimizlə. O vaxtı dəfələrlə demişəm, bir dəfə də deyim bunu, inşallah ki, kömək olar bizə. Onsuz insan unutqandır. Quran-ı Kərimdə bəzi ayələr var ki, təkrar gəlir. O bəziləri Qurana zid olanlar, İslam ümumiyyətlə dinə zid olanlar deyir ki, Quranda təkrar çoxdur da. Allah neynəsin? Görür ki, burada deyir, oradan yaddan çıxır. Bəzi şeylər var ki, təkrar deyir ki, oturuşsun da bizə. Dama gör olar məsələsi. Deyir, duanın ədəb qaydaları var. Bu cür deyir, bu ədəb qaydaların elədik. Şərtləri nədir? Şərtlərindən biri ürəkdən dua eləməkdir. Biri gəldi Peyğəmbərin yanına, dedi ki, İsmi Əzəm nədir ya Rəsulallah? Eşidib ki, Allahın adlarını gərək and verəsən, Allahın adlarını deyəsən dua eləyəndə. Bir Həzrət Peyğəmbər həmin şəxsə nə istədiyini başa düşdü, dərhal bildi və bu cür dedi. Dedi ki, Allahın bütün adları əzəmdir. Allahın bütün adları əzəmdir. Qəlbini ondan başqa, ey filan kəs, qəlbini ondan başqa hər şeydən təmizlə, qəlbində heç nə olmasın, bir dənə Allah olsun, təmizlə və onun istədiyi, onu hansı adla istəyirsən çağır. Yetər ki, qəlbini təmizlə. Bir dənə qəlbini təmizlə olsun, ya yeganə qəlbində Allah olsun, mal sevgisi, dünya sevgisi, o birisi, bu birisi, onların hamısını çıxart, at. Bir dənə onu yerləşdir qəlbivə. Ondan sonra hansı adı ilə istəsin, bütün adları əzəmdir Allahın. Elə Allah dinə.
Biri Xuda deyir, biri Allah deyir, biri Bog deyir, biri Qod deyir. Hamısı Allahdır. Biri Rab deyir. Yetər ki, deyir, nə ilə çağırırsan, hansı dildə çağırırsan, nəzir deyirsən, hansı adını çağırırsan, çağır. Yetər ki, qəlbində olsun. Qəlbində olandan sonra hansı adından çağırırsın, mütləq cavab veriləcək sənə. Deyir, mərhum alimlərdən biri var idi. Deyir, o şagirdlərindən biri danışır. Deyir ki, mən Məşhəd şəhərinə getmişdim, İmam Rıza əleyhissalamın ziyarətinə. Deyir, gəldim üstadımın yanına və dedim ki, Həzrəti İmam Rıza əleyhissalamın ziyarətinə gedirəm. Deyir, ustad dedi ki, imama mənim salamımı denən və Həzrətə denən ki, gözünün ucu ilə də olsa, bizə bir dənə lütf nəzəri ilə baxsın, belə deyək. Bizə bir dənə baxsın, nəzər eləsin, gözünün ucundan da olsa. Deyir, mən getdim, yollandım Məşhədə, bir neçə gündür İmam Rızanın hərəmini ziyarət elədim. Sonra deyir, ustadın salamını çatdırdım Həzrətə. Deyir, yatdım həmin gecə yuxuda İmam Rıza əleyhissalamı gördüm. İmam deyir, mənə dedi ki, ustadın adı Əşrəf Məzandarani idi. Deyir, Əşrəf Məzandaraniyə dinən ki, ona da mənim salamımı yetir və bu şeiri onun üçün oxu. Bir dənə şeir deyir. Deyir ki, saf ol, güzgü kimi pəri camalları özünə cəlb elə. Saf ol, güzgü kimi pəri camalları, pəri sifətliləri, gözəllikdə olanları özünə cəlb elə. Süpürgə çək evə, təmizlə, sonra qonaq tələb elə. Yaxşı söz deyib, mənası var bunun. Deyir, yəni həmişə əməllərin düzgün olmalıdır. Qəlbin bütün çirkinliklərdən pak və təmiz olandan sonra bizi çağır. Təmizdə özü, demirsən, nəzər eləyə, ehtiyac yoxdur bizə nəsə deməyə ki, nəzər elə. Sən ki, o qəlbi süpürdün, təmizlədin, düzəltdin, narahat olma. Elə biz özümüz ora bir nəzər eləyəcəyik. Biz özümüz bir nəzər eləyəcəyik. Deyir, yuxudan ayıldım, yuxuda gördüklərimi deyir, yadımda saxladım, qayıtdım, deyir, şəhərimə, deyir, ustadı gördüm, getdim evinə, qapını döydüm, deyir, özü açdı qapını. Deyir, mən ona salam verdim. O da salamımı alandan sonra üzümə baxıb gülümsədi. İmamın, deyir, oxuduğu şeiri başladı məhəccin oxumağa. Deyir, mən təəccübdən yerimdə durdum, qaldım. Deyir, sonra sağollaşıb gəldim evə. Yəni ki, təmizlədikdən sonra artıq özünüzü təmiz saxlayın, biz bilirik nə edəcəyik. Və həyatda belə hallar çox olur. Biz bəzən onları eşidirik, görürük, bəzən insanlara nağıl kimi gəlir, bəzən insanlara qeyri-adi gəlir, bəziləri də qəbul eləmirlər, amma bunlar var. Ona görə də daxilimizdəki maniyələr var, daxilimizdə olan maniyələr var, onları aradan qaldırmaq lazımdır. Və batinimizi təmiz saxlamalıyıq. İnsan dua edən də bədənində olan bütün hüceyrələr gərək dua eləsin. İnsan dua eləyəndə deyir, bədənində olan bütün hüceyrələrlə Allaha dua eləməlidir. İnsan bütün vücudu ilə dua eləməlidir. Ustad Mürtəza Mütəhərrimdən gözəl sözü var. Deyir ki, bədənin suya ehtiyacı olanda bədənin bütün üzvləri deyir, əl-ələ verib suya ehtiyac olduğunu başlayırlar bildirməyə. Suzlamışam, bədənim suzlayıb. Deyir, bədənin bütün üzvləri əl-ələ verir vəhdət şəklində. Mənə siqnal ötürür beynimə ki, suzlamışam. Boğaz quruyur, dil quruyur, bədən su tələb eləyir. Yəni, bütün hüceyrələr susuzluq hissi ilə su tələb eləyirlər. Yaxşı misal çəkir, ha?
Deyir, su qəbul eləyəndən sonra göz işıqlanır, gözə işıq gəlir. Dil və boğazın quruluğu aradan gedir. Ürəyin yanğısı sönür və bədəndə aramlıq tapır, rahatlaşır. Deyir, gərək dua eləyəndə də belə olsun. Dua eləyəndə də gərək bədənin üzvlərinin hamısı əl-ələ versin. Dil dua eləyəndə göz başqa yerə baxmasın. Qulağın diqqəti başqa yerdə olmasın. Deyir, əgər göz başqa yerə baxsa, qulaq başqa yerə diqqət kəsilsə, o duadan bir şey hasil olmayacaq. Əgər onların hamısı əl-ələ verib, birlikdə yalvarıb Allahdan istəsələr, o zaman insan öz istəyinə nail olacaq. Quranda bir dənə ayə var. Əmmən yucibu mustarra izə ta'ahu və yəkşifis-su. O şəriklərmi yaxşıdır? Allah deyir. Yoxsa darda qalan bir kimsə onu çağırdığı, dua etdiyi zaman ona cavab verən kəs? Ayədə mustər kəlməsi işlənir. Bax, əmmən yucibu mustarra. Mustar kəlməsi işlənir. Mənası bilirsiniz nədir bu mustarın? Mustar bədən hüceyrələrinin əl-ələ verib, birlikdə ehtiyaclarını istəməyə deyirlər. Bədən hüceyrələrinin əl-ələ verib, birlikdə ehtiyacını istəməyə ərəblər nə deyir? Mustar. Mustar. İstədiklərini alandan sonra isə onlar sakit qalırlar. İmam Sadiqdən bir dənə hədis var. Buyurur ki, bədənin lərzəyə düşdüyü, gözlərindən yaş töküldüyü və qəlbinin döyüntüsünün artdığı zaman dua etmək üçün həmin o zamanı qənimət bil ki, dualarının qəbul olunması üçün sənə fürsət verilmişdir. İstəyirsən ki, görürsən ki, bədənin lərzəyə düşüb, gözlərindən yaş axır, ondan sonra qəlbinin döyüntüsü artıb, o vaxtı belə deyək, fürsət bil. O vaxtda dua eləsin, qəbuldur. Çünki bütün hüceyrələrindən sən Allahdan istəyirsən. O müstər odur. Dördüncü şərt nədir? Dördüncü şərt insanın istəyinin Allahın iradəsi ilə üst-üstə düşməsidir. İnsan istəyəni Allah da istəsin. Duanın şərtlərindən dördüncüsü budur. İnsan istəyəni Allah da istəməlidir. Mühüm şərtlərdən biri də budur. Allahın iki cür iradəsi var. Biri təkvini iradədir, biri təş'iri iradədir. Təşri'i daha doğrusu. Onun təkvini iradəsi xilqət və yaradılışda olan iradədir. İradədir daha doğrusu. Bax, bu yaradılış, xilqətdə olan iradəyə deyilər təkvini iradə. Təşri'i iradə isə şəriətdə, Quranda olan iradədir. Şəriətdə, Quranda olan iradədir. İnsanın istəyi bu iradələrin heç biri ilə tərs olmamalıdır, üst-üstə düşməlidir. Məsələn, insan təkvini iradəyə müdaxilə eləyir. Allah Teala bu cür yaradıb. Bu bir dənə dua eləyir Allaha. O Allahın təkvini iradəsi ilə əks olur. Təkvini iradəsi ilə əks olur. Necə? Məsələn, insan dua eləyir. Deyir ki, İlahi, qiyamət gününə qədər məni öldürmə. Və yaxud da başqa bir dua eləyir. Deyir ki, İlahi, mən ailə qurmaq istəmirəm, amma istəyirəm ki, övladım olsun. Bu, Allahın xilqət və yaradılışına tərs olan bir duadır. Bu dua qəbul olan bir dua deyil. O keçən dəfə deyə, bir elə bir testə gedib, yazıb ki, Rusiyanın paytaxtını götürüb yazıb London, sonra ya duvar ayarlayırlar ki, Rusiyanın paytaxtı London olsun. Olan bir şeydir, yox olan bir şey deyil. Bu xilqət, bu o cür dua deyil. Ona, biri dua edir ki, ilahi, mən evlənmək istəmirəm, o mənə övlad sahib elə. Necə olacaq o? Bu Allahın xilqəti, bu təkvini iradə və budur. Təkvini iradəyə zidd olan bir şeydir. Allah xilqəti bu cür yaradıb. Ki, bir qadın, bir kişi ailə həyatı qurarlar, biz sizi bir qadın, bir kişidən yaratdıq. Düz? Allahın təkvini iradəsidir, xilqətdə olan iradəsidir. Allah da bu cür yaradıb.
Duraq biz özümüzdən indi belə dua edirik. Deyir, bu dua qəbul olunan dua deyil. Deyir, hətta Peyğəmbər də bu duanı istəsə ki, mümkün deyil. Deyir, bir gün İslam Peyğəmbəri deyir, İmam Həsən Əleyhisselamı alıb deyir, qucağına çiynində otuş tutdurub. Deyir, Həzrət Peyğəmbər deyir, bilirsiniz, nəvələrini çox istəyirdi. Məsələn, namaz qılanda İmam Həsən Əleyhisselamdan deyir, gələrdi, deyir, çıxardı kürəyinə, səcdəyə gedəndə çıxıb oturardı, ta o Peyğəmbər səcdəni o qədər uzadardı ki, İmam Həsən Əleyhisselam düşsün. Deyir, çox istəyərdi. Deyir, İmam Həsən Əleyhisselamı otuzdurub çiynində, elə o halda Allaha dua eləyir. Deyir ki, ilahi, mən bu uşağı sevirəm. Sən də onu sev. Elə ki, bütün insanlar bunu sevsin, bu uşağı sevsin. Allahdan deyir, Həzrət Peyğəmbərə belə xitab gəlir. Deyir ki, ey mənim Peyğəmbərim, sən onu sevirsən. Sən onu sevirsən. Mən də sevirəm. Lakin bütün insanların onu sevməsi mümkün deyil. Bütün insanların onu sevməsi mümkün deyil. Çünki insanlar ixtiyar sahibidir. Mən onları azad yaratmışam. Bu qanunu poza bilmərəm. İnsanlar onu sevməkdə azaddırlar. Kim istər sevər, kim istər sevməz. Yəni, qəlbində olan, bağlılıq olan sevəcək təbii ki. Mən o qanunu pozum, Bəziləri deyir, filan ki, İmam Həzrəti Əleyhisselam bilirdi ki, öləcək də, niyə görə, məsəl üçün, bəxti İmam Hüseyin Əleyhisselam bilir. Bu, Allahın qoyduğu bir qanunu onu poza bilməz. Təkvini, iradə budur, xilqət budur. Bir gün yaranan, bir gün gedəcək. Hansısa vasitələrlə gedməlidir. Allahın ikinci iradəsi isə şəriətə aiddir. Allah istəyir ki, insan həm özünün, həm də digərlərinin yaxşı yaşaması üçün onları yaxşı əməllərə dəvət eləsin, pis əməllərdən çəkinsin, əmr-bil-məruf, nəhyəz münkər eləsin. Əgər insan yaxşı əməllərə dəvət eləyib, pis əməllərdən çəkindirmirsə, bunun nəticəsində zalim bir dənə İnsan birini yaxşılığına dəvət edir, amma pis əməllərdən çəkindirmir. Nə olur onun nəticəsi? Nəticəsi bu olur. Zalim bir insan ona hakim kəsilir. Sonra o başlayır dua eləməyə həmin adam. Ki, ilahi bu zalimi məhv elə, bu zalimi məhv elə, bu zalimi məhv elə. Təbiidir ki, Allah onun duasını qəbul eləməyəcək. Çünki insan özü-özünə tora salır. Özü-özünü tora salır. Yaxşılığa dəvət eləyib, pisliklərdən çəkindirməyib. Özü-özünü tora salır. Sonra deyir ki, ilahi, məni bundan xilas elə. Bir dənə misal çəkim. Təsəvvür edin ki, sükan arxasında biri əyləşib. Maşın sürür, gəlib çatıb bir dənə yol ayrıcına. Çox. Biri sağa, biri sola, biri qarşıya, körpü kimi bir yoldur. Gəlib çatır, daha doğrusu o yol ayrıcına çatmaqdadır. Sürücü nəzərdə tutulan ünvana getmək üçün körpünün altından keçməli olduğunu əvvəlcədən bilir. Bilir ki, filan ünvana getməkdən ötürü körpünün altından keçməlisən. Elə bir şey gəlirik, Ələt Astara yoluna. Bilirik ki, gələndə o ələti keçəndən sonra keçdin o şeyi, bir Səlyana dönən bir yol var. Oradan dönməlisən. Və yaxud o Asma körpünü keçəndə Neftçalıya dönəndə o tərəfdən dönməlisən. Və keçəndə başıma gəldi, keçdim, çıxdım, getdim, ayrıldım ki, gördüm, fikirli oldum gecə vaxtı. Getdim, çıxdım, Biləsuvardan qayıtdım. Yəni, əvvəlcədən kontrol eləyirsən də özünü. Bilirsən ki, buradan dönməlisən sən. Bu sürücü bilir ki, ünvana çatmaqdan ötürü neynəməlisən? O körpünün altından keçməlisən. Onu əvvəlcədən planlaşdırırsan. Ona görə də sürücü körpüyə çatmamışdan qabaq qərarını qəbul eləyir, hansı yolla gedəcəyini, belə deyə, əvvəlcədən düşünməlidir. Amma ona əhəmiyyət verməsə, körpünün, məsəl üçün, üstü ilə geçsə, fürsəti əldən verəndən sonra, körpünün üstünə çıxandan sonra başa düşücü səhv gəlib.
Təsəvvür elə ki, oturub bir dənə belə dua edir. İlahi, məni o biri yola qaytar. Gəlib çıxıb da bu yola. Təsəvvür, o olar, deyir, olan bir şey deyil. Təbii ki, bu olan dua heç vaxt qəbul olmayacaq. Çünki həmin sürücünün bunu öncədən düşünməyə vaxtı var idi. Düşünməyə vaxtı var idi. Bəzi şeylər də bu cürdür. İnsan, bəzi şeylər var ki, onu düşünməyə vaxtı var. O addımı atmamışdan qabaq, qərarı verməmişdən qabaq, onun vaxtı var. O vaxt keçəndən sonra başlayır dua eləməyə, o duanın heç bir şərti, belə deyək, faydası olmur. Ona görə Allahın təşrii iradəsi ilə etdiyin dua üst-üstə düşməlidir. Həzrəti Əmir əl-Möminin əleyhissalam ömrünün son günlərində öz uşaqlarını, övladlarını ətrafına toplayır, vəsiyyət edir. Həmin vəsiyyətdə belə bir söz var. Deyir ki, əmr bi məruf və nəhyəz münkəri tərk eləməyin ki, pislər, yəni şər insanlar sizə hakim kəsilərlər. Diqqət edin. Sonra nə qədər dua etsiniz də müstəcab olmayacaq. Həzrəti Əleyhisselamın sözüdür. Əmr bil mərufla nəhyəz münkəri ki, tərk elədiniz, əgər tərk eləsiniz, pislər sizə hakim olacaqlar, şər insanlar. Sonra deyir, dua da etsiniz, duanız qəbul olmayacaq. Dua da etsiniz, duanız qəbul olmayacaq. Və 5-ci şərt, dua edənin paltarı və məkanının qəsbi olmamağıdır. Duanın ən mühüm şərtlərindən biri budur ki, dua edən insanın paltarı və ya yeri qəsb edilmiş olmasın. Yəni, kiminsə olmasın. Məsələn, gəlib biri, hətta şəriətdə var, bir evə qonaq gedmirsən. Azan verildi, vacib namazın vaxtıdır. Ev sahibindən icazə almasın. İcazə verməsə orada namaz qılmağa. Namaz qılsın, namazın batildir. Çünki qəsbidir. Qəsbi sayılır. Və yaxud da kiminsə ərazisidir, halallığın verməyib, orada həyat olsun, ev olsun, fərqi yoxdur, qəsbi olmamalıdır. Deyir, dua elədiyin yer də qəsbi olmamalıdır və namazda da elədir, ya, başqasının paltarına məsələn namaz qılsın, o icazə verməsə, narazı qalsa, namazın batildir, dəyişmə, ya icazə almalısan, halallığını almalısan, qılmalısan, ya da ki, öz paltarını olmalıdır, dəyişməlisən. Deyir, duada da bu şərtlərdəndir. Və yaxud haram tikə yeməməlisən. Əgər bu şərtlər yerinə yetirilməsə, duadan heç bir nəticə almaq mümkün olmayacaq. İmam Sadiq əleyhissalam buyurur ki, duasının qəbul olunmasını istəyən kəs qazancını təmizləməlidir və insanlardan qəsb elədiklərini onlara qaytarmalıdır. Qarnında haram mal, yaxud boynunda başqasının haqqı olan şəxsin duası Allah dərgahında qəbul olunmaz. Boynunda haram mal olmamalıdır, kiminsə haqqı olmamalıdır, qarnı da haramla da olmamalıdır. Nəticə nədir? Bu iki xütbənin nəticəsi nədir? Nəticə bundan ibarətdir ki, duanın bundan başqa təbii ki, şərtləri də var. Biz, belə deyək, bu 5 dənəsini, əsas olan 5 dənəsini qeyd elədik. Əgər dua eləyən insanın Allaha mərifəti olsa, dili ilə qəlbi həmahəng olsa, əsas budur, əməl budur, dili ilə əməl, dil ilə, daha doğrusu qəlb həmahəng olmalıdır. Müəyyən insanlardan çəkilib yalnız Allaha qovuşa bilsə və Allaha halalla harama riayət etsə, dua eləsə, bu duadan aldığı ləzzəti heç bir yerdə almayacaq. Mürtəza Mütəhərrinin bir dənə sözü var. Buyurur ki, insan bir peşəni öyrəndikdən sonra ilk işindən çox ləzzət alır. Məsələn, bir nəfər deyir, həkimliyi oxuyub, həkimliyi bitirəndən sonra ilk xəstəni müalicə edib, sağaldandan sonra bunu deyir, uzun illər təhsilinin nəticəsi kimi görür və bu işindən ləzzət alır. Ləzzət alır. Deyir, iman və duanın şərtlərini əldə edəndən sonra iman və duanın bu iki şərtlər saydığa, o şərtləri əldə eləyəndən sonra Allahın mərhəmətini qazanmaq, Allahın mərhəmətini qazanan şəxsin aldığı ləzzəti kənar bir insana başa salmaq qeyri-mümkündür. Təsəvvür elə bax, iman və duada insan bu şərtlərə əməl eləyir,
o şərtlərə əməl edəndən sonra namazda, duada, imanda ləzzət hiss alır. Deyir, bunu başqasına başa salmaq qeyri-mümkündür. Elə buna görə də buyurulur ki, dua çox böyük bir ibadətdir. Rəcəb ayı, gəlir Rəcəb ayının üzərinə. Rəcəb ayı qeyd elədiyimiz hal və ləzzəti əldə eləmək üçün böyük fürsətlərdən biridir. İnsanların bu halı tapmaları üçün Allah Teala əvvəl Rəcəb ayını, Şaban ayını, sonra da Ramazan ayını belə deyək, xəlq eləmişdi, qərar vermişdi. Bu insanların əlinə düşən böyük fürsətlərdən biridir. Allah Teala onu bizlərə belə deyək, mərhəmət eləmişdi. Bunu etməyə Allah Teala bunu eləməyə də bilərdi. Kim Rəcəb ayının deyir ki, birinci cümə axşamı oruç tutsa, rəğaib gecəsi deyirlər ona ki, keçdi. Rəğaib gecəsinin namazını qılsa, dünyasını dəyişəndən sonra qiyamət gününə qədər qorxmamaq üçün Allah bir mələyi onun yanına göndərər ki, o qorxmasın. Mələk ondan müğayət olar. Bu, Allah Teala'nın insana bir lütfüdür. Deyir, bir gün İslam Peyğəmbəri deyir, səhabələri ilə birgə keçirdi bir yerdən. Deyir, qəbirlərin birinin kənarında dayanıb başladı dua eləməyə. Bir sual verdilər səhabələr ki, ya Rəsulallah, nə üçün bu qəbrin kənarında dayandın? Həzrət buyurdu ki, bu qəbrin sahibinə əzab verilir. Mən onun səsini eşidirəm. Buna görə də onun üçün Allaha dua elədim ki, o əzabı ondan götürsün. Sonra deyir, Həzrət Peyğəmbər arxasıca buyurdu ki, and olsun Allaha. Qəbirdə əzab çəkən bu insan əgər Rəcəb ayında bir gün oruç tutsaydı, ona qəbirdə belə əzab verilməzdi. Və bu aylar, bu günlər Allah Teala'nın bizə verdiyi fürsətlərdir. Aylar, günlər, saatlar, dəqiqələr keçir. Lakin biz insanlar buna heç bir əhəmiyyət vermirik. Bir başqa hədisdə Həzrət Peyğəmbər buyurur ki, Allah ərşdə bir dənə mələk xəlq eləyib. Allahın ərşində bir dənə mələk var. Onun işi yalnız Rəcəb ayında gecə sübhə kimi insanları çağırmaqdır. O mələyin işi budur. Rəcəb ayı daxil oldu, səhər tezdən, sübhdən gecəyə qədər insanları dəvət eləyər. O çağırar. O gecələr yatanlara baxır və bu cür deyir. Deyir, ey insanlar, Allahı zikr edən insanların xoş halına, Allaha ibadət edən insanların xoş halına. Bu mələyin adı deyir, daidir, çağıran. O mələyin adı deyir, daidir. Deyir, sonra bir başqa hədisdə Həzrət Peyğəmbər buyurur ki, Allah Teala buyurmuşdu ki, mən Rəcəb ayını yaratdım və onu özüm ilə insanlar arasında bir ip və vasitə qərar verdim. Hər kim bu ipin o biri ucundan yapışsa, gəlib mənə çatacaq. Kim bu ipin o birisi ucundan yapışsa, gəlib mənə çatacaq. Bu ayda insanların tövbə eləməsi, istiğfar eləməsi, gün ərzində 70 dəfə sübh, 70 dəfə axşam, gecə Əstəğfirullah Rabbi və ətubu ileyh kəlməsini deməsi tövsiyə olunmuşdur. Həmçinin bu ay Quran oxumaq ayıdır. İnsanların bir-birlərinin bağışlamaları tövsiyə olunmuşdur. Ki, insanlar bir-birlərini bağışlasınlar. Rəcəb ayında sədəqə vermək, yoxsulların qayğısına qalmaq, İmam Hüseyin Aleyhisselamı ziyarət eləmək. Belə bir imkan olmayanda, yəni yaxından ziyarət eləmək imkanı olmayanda ziyarətnaməsini oxumaq, uzaqdan ziyarət eləmək. Bu ay 1000 dəfə la ilahə illallah kəlməsini demək, həmçinin İxlas surəsini 100 və yaxud da 1000 dəfə demək ay ərzində. Salavat göndərməyin də ki, həddi hüdudu yoxdur. Nə qədər istəsiniz salavat göndərin. Bu ayın 1-ci günü, 2-ci günü, 3-cü günü oruç tutmağın savabı daha çox idi, daha çoxdur. Xüsusilə həftənin cümə axşamı günü. Cümə və şənbə günləri ardıcıl olaraq oruç tutan şəxsə yazılır ki, Allah Teala 900 ilin ibadətinin savabını verər. Cümə axşamı, cümə, şənbə, 3 gün ardıcıl oruç tutan. Rəcəb ayının 13-ü Həzrət Əli Aleyhisselamın mövlududur. Mövludu günü 14-ü və 15-ində. Sabah birisi gün, o birisi gün.
Kim oruç tutsa, onun səvabının həddi hüdudu yoxdur. Yəni, bu o deməkdir ki, onun səvabının nə qədər olduğunu yalnız Allah Teala bilir. Bu, Allahın bizə verdiyi fürsət və böyük bir neymətdir. Bu ayın özünə məxsus namazları da var, o kitablarda yazılıb. Allah Teala o ibadətləri yerinə yetirməyə bizlərə güc qüvvət versin inşallah. Allah Teala sizlərdən razı olsun. Bir elanı nəzərimizə çatdırım, sabahları, yanvar ayının 3-üdür. Şam və xiftən namazlarından sonra Əmir əl-Möminin imamətin ilk günəşi Həzrəti Əli əleyhissalamın mövlud günüdür. Mövludu ilə daha doğrusu əlaqəli olaraq bu məsciddə də mövlud tədbirimiz olacaq. İnşallah Şam və xiftən namazları ilə bir yerdə başlayacaq. Hər biriniz dəvətlisiniz. Burada olanlar, burada olmayanları da dəvət eləyə bilərlər. Mən xahiş elədilər ki, bir xəstə var, xüsusi olaraq onun üçün dua eləyək. Allah Teala bu günlərin hörmətinə. Allah Teala inşallah ki, Həzrəti Əli əleyhissalamın hörmətinə, bu Həzrəti Zeynul Abidin əleyhissalamın hörmətinə, bu ayda sonra Şaban ayı gəlir, orada Həzrəti İmam Səccad əleyhissalamın da doğum günüdür, mövlud günüdür. Həzrəti Əmir əl-Möminin ki, xüsusən bu ayın bir adı da Peyğəmbər buyurur ki, ya Əli, Rəcəb sənin ayındır. Bu ayda istiğfar eləmək, tövbə eləmək, dua eləmək, dedi ki, dua ayı çox önəmlidir burada dua eləmək. Biz də Allahdan bunu istəyirik ki, ilahi pərverdigarə, bütün xəstələri və şəfa-i acil mərhəmət elə, o xüsusən nəzərdə olan o xüsusi xəstənin də inşallah şəfaətini sən özün yetirginə. Allah Teala inşallah ki, qərib yerdə olanlar var, tezliklə sağ-salamat öz evlərinə qaytarsın. Allah Teala bədvarislər var, bivarislər var, dünyasını dəyişiblər, onlara qəriqi rəhmət eləsin. Allah Teala sizlərdən də razı olsun. Allah Teala ibadətimizi, itaətimizi inşallah öz dərgahında dərəcəyi qəbula yetirsin. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək.